Ramazanın son günlərinin özünə məxsus bir sakitliyi və kövrəkliyi olur. İftarın vaxtını gözləyərkən insan daha çox düşünür, keçmişi yada salır. Uşaqlıqdan başlayıb bugünə qədər keçdiyimiz yolları xatırlamaq çox qəribə bir hissdir. Həqiqətən də hər dövrün öz rəngi var. Uşaqlığın saf sevinci, yeniyetməliyin kəşf dolu illəri, gəncliyin gücü, arzuları, orta yaşın təcrübəsi. Daha sonra insanın müdrik baxdığı illər. Bütün bu dövrlərin içində dəyişməyən bir duyğu olur. Sevgi. Qəlbdə yanan odlu bir sevda. İnsan dünyaya gələndə sanki o his kiçik bir tomurcuq kimi qəlbdə yerləşir. Sonra həyat boyu böyüyür, dəyişir, bəzən sakitləşir, bəzən güclənir, amma heç vaxt tam yox olmur. Sevgi insanı cavan saxlayan, ruhu oyadan bir duyğudur. Və insan yalnız bu odlu sevdanın işığında yaşaya bilir.